Vision board hazırlayırıq. Niyə? Çünki son 2 ildə hazırlamışam və mənə müsbət təsir eləyib. 2024-cü ildə mənim üçün vision board anlayışı sadəcə telefonumun ekranına arzularımın şəklini yerləşdirməklə bitmişdi. 2025-ci ildə isə əsl vision board hazırlayıb otağımın divarına asmışdım. Mənim üçün vision board bütün arzularımın şəklini yapışdırıb yerinə yetsin deyə gözləmək ya da müxtəlif rituallarla nələrsə etmək deyil. Mənim əsas məqsədim xəyallarımın hədəflərə çevrilməsidir. Məsələn, illik hədəflərimin şəklini gözüm görəcəyi yerə yapışdırdıqdan sonra həmin arzu və ya hədəfləri aylıq olaraq bölürəm. Yanvar ayında hədəfləri öncədən yazıram, yəni bir ay boyunca sadəcə həmin arzumu həyata keçirmək üçün fokuslanıram. Bəzi arzularımı və ya hədəflərimi həyata keçirmək üçünsə sadəcə bir ay yetmir. İl ərzində və ya bir neçə il boyunca onlar üçün çalışıram. Məsələn, kitab oxumaq vərdişimi heç vaxt buraxmaq istəmirəm. Yeni filmlər izləmək, özümü daim inkişaf etdirmək, hər ay növ əvvəlki aydan biraz daha yaxşı olmaq, hər gün 1% daha yaxşı hiss etmək üçün mən artıq illərdir çalışıram. Bəs siz necə? Vision board hazırlayırsınız?